Salam kızlar, kanalıma göre. Yox, içinde ne var? Biz de getirdik, yedirik. Allah sen ne bereketlendirsin. Salam kızlar, kanalıma ve Giyim vloguna hoş gəlmişsiniz. Necəsiniz? Ümid edirəm hər biriniz yaxşısınız. Biz bugün gedirik Ömer'in həkiminin yanına. Bugün inşallah ki son Ömer'in kontrolüdür. Nəhayət ki balam 6 aydır da, 6 aydır. Salam aleyküm. 6 aydır ki müalicə götürürdü. Dərisində atopik dermatit problem var idi. Hansı ki 5-6 həkim dəyişmişdik, amma heç biri uşağımın dərdinə çarə tapa bilmirdi. Öncə Allah, sonra Nərgiz xanımın sayəsində balam sağalır. Gedirik indi ona təşəkkür eləməyə, son dəfə Ömər'i müayinə eləsin. İnşallah ki bununla da bitir. Ayağı vurması yok. Yandırdı, baxa. Baxa. Daha da gül var üstünde. O ne çiğədir görən? Yox, içində nə var? Ne çiğətdirəm? Onun içində də var. Qaymaqlı biskvitlidir. Sadə yüngül marujna. Ha, salam aleyküm. Qoz falan belə şeylər yoxdur için sadədir. Hə, sadə. Qozda olan yuxarıdakıdır, eskimi. Qozdur, şokoladdır, qaymaqdır. Hə. Onu götürək. Onun da böyükləri bunlardır. Elə onu verin də. Hə. Hə, şundan olum, elimi, el vurma, ağılı balım. Belə, tortumuzu seçdik. Ondan sonra indi gedək gülümüzü almağa. Gəl. Ay, düşdü. Ay, böyük oğlan, gel. Gəl. Bunu götürək. Hə. Bunu zəhmət olmasa. Hə? Hə. Hə. Biz de getirdik, yedirik. Görən gülləri görüb sevilməyən xanım var yer üzündə. Məncə yoxdur. Hər kəs güllərə sevinir. İnşallah həkimimiz də sevinir. Deyəcəksiniz, belə şey görülməyib, hə, həkimə? Gedəndə gül, tort. Elə sevinirik. Gedək doktorumuzu sevindirək. Allah yaxşı həkimləri qorusun. Allah heç birimizi düzdür yolunu həkimdən və polisdən salmasın. Amma xəstəlikdir, qaçınılmazdır. Hər birimiz xəstələnə bilərik, hər şey başımıza gələ bilər. Rəbbim daima bizi yaxşı insanlarla qarşılaşdırsın. İnşallah. Öncə Allah, sonra doktorumuz Ömərə şəfaatçı oldu. Sonsuz minnətdarım. Sonsuz. Gittim. Bakın burada Bravo'dur. Qabaqda Diyalab var. Hospital. Orada oturur Nərgiz xanım. Ömər biraz yavaş. Qabaqda bina var. Çıxdıq onun altında. Şey saxlamağa yer yoxdur deyə. Biz bura video çəkirəm. Bravo'nun yanında saxlayırıq maşını. Hə. Bravo'nun dayanacaq yerində saxlayırıq. Buradan bura 2 addımlıq yolda belə gedirik ayağına. Belə. Gedək. Böyük oğlan sən. Hə, düzəltmə proqramı. İnşallah. Salam aleyküm. Salam, necəsiz? Sabahınız xeyir. Doktorumuz buradadır. Yanına gedə bilərəm. Gedim də. Akşamdan erkeğe salam düşüyor.
Əsən xidmətə, Ömərin vəsiqəsini götürməyə. Mənə vəsiqə çıxardırdıq. Gəlmiş indi onu götürməyə. Ömer'in vəsiqəsi gördün. Baxın. Şəklərə baxın. Nə gözəldir. Nə gözəldir. Ver koyayım kaşığı. Gel. Bir ata qoysun kağızdan arasına. Getdik, gel. Bu sen tut. Ya, yaşa kalın. Var ben canım. Anne. O Gel. çiçek bir de. Da lazım değil. Ver mənə. O birden açtı o Gel. zaman deme. Mübarek de vəsiqə. O yine mi babalı? Hə. Qara. Oğlum ver qaraya otur. Oo, ışıqlarına bax Ömər. Ay, sağ ol. Sağ ol. Ömər, xoşuna gəlir. Ömər, mamaya elə baxım. Allah bəy. Təbrik edirəm səni Ömər. Yeni vəsiqə münasibəti ilə. Ah. Aman bəy. Bizə gəldik parka, Heydər Əliyev parkına aşağıda Ukrayna dairəsinin yanındakı parka gəldik. Bu arada burada bir neçə izləyicimlə də görüşdük. Həqiqətən çox sevindim, şad oldum. Hər dəfə bu tərəflərə gələndə bir kimlərsə mütləq görüşürəm, yaxınlaşırlar. Aliyə bacı. Və mənə ən xoşbəxtsiz nə? Başım sizlə. Mənə ən xoşbəxtsiz nə gəlir? O gəlir ki, mənə yaxınlaşan qızlar mənə Ülviyə bacı deyirlər. Bacı deyə müraciət edirlər, Ülviyə bacı. Ülviyə vlog, ay nə bilim Ülviyə, ay vlog çəkən qız falan belə demirlər də. Ülviyə bacı deyib yaxınlaşırlar. Qucaqlayırlar, öpürlər. Çox sağ olun qızlar. Çoxsu da məni əvvəldən izləyən qızlardır. 5 ildən çoxdur izləyən qızlardır. Bu Əhmədli, Günəşli tərəfdə yaşayan hər kəsə salamlar deyirəm. Və yeni izləyənlərə də inşallah ki, deyirəm ki, görürəm yeni izləmələr gəlir. Təşəkkür edirəm abunə olduğunuza görə və ümid edirəm ki, siz də uzun illər Allah nəsib eləsə məni izləyərsiniz. Allah mənə güc, qüvvət və ömür versin. Belə. Ömər biraz maşın sürsün, başı biraz. Qarşıdan sonra mən çıxıb gedəcəm şeyə. Zobumu uzun zamandır yoxlatdırmaq istəyirəm. Axırıncı 3 il yarım bundan qabaq Ömərə üzüstü hamilə olanda da yəni getmişəm. Ondan sonra 3 ildən çoxdur getmirəm. Amma getməliyəm, görürəm tengi nəfəs oluram. Ona görə bugün gedəcəm. İndi Ömər biraz oynasın. Ömər vəsiqəsi işini həll elədik. Ömər həkim işini həll elədik. Əsas məsələ bunlar idi. Əsas məsələ bunlar idi. Bunları həll elədiksə apartment indi qoyacam mamam gidə Öməri. Oradan gedəcəm öz həkimimə. Belə gedim analizləri yazsın, nə analizləri. Düzü bilirəm nə analiz verməliyəm, amma yenə də qəbuluna düşməliyəm də həkimin. Yazsın nə analizdir. Onları da verim. Baxaq görək. 100% ki, tesadüf hormonlarım yenə kəllə çoxu qalıb. 100%. Belə. Sürsən hələ. Ömər. Ömər vecinə deyil dünyada. Şüşəsini, nədir? Maşının şüşəsini açıb bağlayır. Elə yox. Elə başqalarının elədiyi hərəkət təkrarlam Ömər. Normal otur. Elədim səni. Ayak aşkım bana bak. Çok hızlı falan, çok hızlı. Möhkəm tut, yaxşı. Möhkəm tut ha. Qoşun gəl. Qoşun gəlir. Hızlıdır da bunu. Möhkəm tut.
Sevinirsən, değil mi? Bak sevinirsən. Balam sevinir. Mama başım dönüyor. Bacın dönüyor. Başım açıkla. Gedək babagilə. Gəl. Gözləyir bizi. Gedək mama da həkimə getməlidir. Gəl. Ne? Gəl. Yaxşı bir dəfə də buna min. Oradan min də, oradan min, ata buradan yeləsin sən. Hə. Bək. Hayır mama. Hə, davay. Amca ben. Bırax. Beni. Ay, elə bir iki ayağını buraxacaq, qalxacaq. Sən yüngürsən oğlum. Ay. Aferin. Düşdün, sök, getdik, davay. Davay, getdik, gedək gələ. Nə? Gəldik babamız gilə. Gedək, Öməri qoyaq baba gilə. Mən də həkimimə gedim, rahat-rahat qızlar. Düştün de. Getdin dedim. Sən getdin, səni yoxladıq, əla, super. Allah səni həmişə sağlam eləsin, Ömər Paşa. Sen doktor düştün de. Yox, mən hələ getmişəm, mən indi gedəcəm. Qızlar, həmişə özələ getmişəm, zob üçün. Ne yalan deyim, endokrinologun qəbulu, sonra orada nədir, analizlər 300 manat tutur da, 300 manat. Bir dəfə dedim ki, gələcəm dövlətə. Bax görək dövlətdən tərəfdir. Nə yalan deyim, bir neçə tanışlarımız var, razılıq edirlər dövlətdəki həkimlərdən. Mən amma heç vaxt gəlməmişəm. İndi baxacam da. Mənə uz verəsinlər, danışığımdan həkimin tuturanda ki, öz vəziyyətimə uyğun bilirəm də nə deyir. Əvvəlki həkimim nə deyirdi mənə, indi nə deyir. Yazılan dərmanlardan bilirəm ki, yaxşıdır, pisdir. Quş xoşbəxt edib yoldaşını. İnşallah sağ çiğni özü. Allah yetirsin sən. Allah səni bərəkətləndirsin. Uzu buradadır. Səni ruzləndirsin daima. Sən ömrü və cibvə. Getdi. Hə, işinədir ki, quşdur da sən. Şunları şaşırdım. Dərk etdi. Quşlar hardan tapılır, onlar maraqlı. Yolda. Hə? Yolda. Nə yiyir ki, ot yiyir də. İşte quş xoşbəxt demişdi yoldaşım. Belə, çox sağ olsun yoldaşım. Həmişə mən həkimə gedirəm, çox vaxt tək oluram. Amma bu dəfə evdə deyə yanımdadır. Sevinirəm, tək deyiləm. Belə. Gələk nə deyir mənə. Şunu o qədər Ömərə qarışıb, gözümü yaddan çıxartmışam. İndi biraz özümə baxmaq vaxtıdır. Öməri sərtliğində özümü düzəldim. Öməri yer-bir elədim. İndi özümdə dincələcəm. Ki, hamının həqiqətən də stresli günləri olur. Əsəbləşən, nəyəsə qəlbi sıxıldığı günlər olur. Onu deyə bilərəm ki, hamısı heç həyatda heç nə dərd eləməyin özünüzə. Və mütləq ki, o dərd etdiyiniz, sıxıntıya özünüzü saldığınız şeylər mütləq ki, canınızdan çıxır. Mənə də belədir. Uzun illər çox problemlərimiz olub bizlərin də. Və o problemləri həll etmək üçün həyat yoldaşımla birlikdə səhhətimdən qurbanlar vermişəm əlbəttə ki. Kənardan hər şey çox asandır və çox sanki nə oldu ki, əla, hər şey super, falan kəs ailə qurdu, hər şey dörd dörtlükdür, evi, eşiyi, övladı, amma heç nə belə deyil. Görünən hissə budur, amma görünməyən iki insanın özünün bildiyi çox böyük çətinliklərdən keçdiyi bir momentlər var. Onu yalnız Allah və sən, yoldaşın bilir. Hətta valideynlərin belə tam olaraq anlaya bilməzlər səni, çünki bilirlər, görürlər nə sıxıntılar yaşamısan, amma tam olaraq bilə bilməz heç kim. Çünki iki nəfər tək qalır, iki nəfər, necə deyim, nə qədər böyüklər də yanınızda olsa belə, baş-başa qalırsan həyat yoldaşına və normal olaraq, yəni artıq sən bir fərdsən, bir ailəsən, ailədə bir kiçik cəmiyyətdə, ayrıca bir cəmiyyətsən. O cəmiyyətdə həll olunması üçün problemlərinin mütləq qurbanlar verilir. Bu da sağlıqdan verilir əlbəttə ki. Mən ümumiyyətcə zob olduğumu nə vaxt bilmişəm? Müharibə vaxtı bilmişəm. Müharibədən sonra məndə zob əmələ gəldi. O da yüksək stres
və çox ağlamaqlar gətirdi çıxartdı. Yəni düşünün ki, 10 gün mən həyat yoldaşımı tapa bilməmişəm. Nə bilim, kontuziya alıb, 10 gün meyiti tapa bilmirdim. Nə şəhidlərin arasında, nə yaralıların arasında. Yəni hər cür hisslər yaşamışam da bir sözlə. Yəni deyirəm, məsələn, problemlər yaşamaq, problemlər şəxsi problemlər deyil də, həyat yoldaşımla problemlər. Belə həyati problemlər, hər kəsdə olduğu kimi, məsələn, ev eləmək üçün, yurd eləmək üçün, ondan sonra iş əsnasında yaşanan problemlər mütləq ki, candan çıxır. Qadınlarda da bilirsiniz də, birinci qalxana bənzər vəziyyədə problem yaradır. Qalxana bənzər vəziyyədəki o zob məsələsi də ümumiyyətcə daimi olaraq həll olmur o məsələ. Kim ki deyir sağalır, sağalmır zob. Zobu, yəni ki, o ölçülərini artıran, yəni o qalxana bənzər vəziyyənin ölçülərini artıran amillər gərək aradan qalxsın. Ona olan səbəb nədir? Yəni o ölçülərin artmasına səbəb nədir? Onun alt hissəsi, yəni ki, araşdırılmalıdır mütləq. Ümumiyyətcə xəstəxana ab-havası Allah heç kimi arzulamıram. Bir də onu deyim ki, Allah heç birimizə çarəsiz dərd verməsin. Çox şükür, min şükür bu günümüzə. Hər zaman pozitiv olun. Yəni onu deməyə gətirirəm sözümü ki, hər daim pozitiv olun. Hər nə olursa olsun həyatınızda çalışın ki, pozitivə köklənin. Hətta həkimin yanına belə geçsə, sizə ən belə pis bir məsəl üçün nəticə bildirsə, sağlığınızla bağlı, onu belə yenə də pozitivə fırladın ki, nəticə son etibarilə yaxşı olsun hər şey. Yəni gözəl düşünəcəksən, gözəl olacaq. Ağzınızdan çıxan hətta pis sözlər belə həyatınıza dua qismində mütləq ki yazılacaq. Ona görə gözəl danışın, gözəl söhbətlər eləyin. Sizə negativ ötürən insanlardan uzaq durun. Hətta o ən yaxınınız olsa belə, qanı bir ailəvizin içi olsa belə, əgər görürsünüzsə ki, sizin ailənizə və sizin sağlığınıza problem yaradır, o insanlardan çalışın, uzaq durun, bacardığınız qədər. Ötüşdürməyə çalışın və özünüzü mütləq ki qoruyun. Özünüzü qorumasanız sizə heç kim can yandırmayacaq. Yəni özünüz özünüzə can yandırın. Həyat yoldaşınızla bərabər 2 nəfər özünüzdən müğayət olun. Yəni yaxşı həyat yoldaşından söhbət gedir. Allah betər insanlardan qorusun hər birimizi, bütün gənc ailələri, bütün gənc xanımları. Belə. Yəni uzun sözün qısası onu deyim ki, bu inşallah sabahları qan testlərindən TSH hormonu verməyə gedirəm. Ondan sonra 2 gün sonra isə endokrinoloqun yanına girəcəm. Bütün nəticələrimi götürüb endokrinoloqun yanına girəcəm inşallah. Onu deyim ki, yəni bu kütlələr artıb ölçüsü, amma həll olan şeylərdir. Yəni ki, həll olacaq inşallah Allahın izni ilə. Burada mənim də səhlənkarlığım var. Çünki mən 3 il yarımdır ki, getmirəm. 6 ayda bir getməliyim. Əgər 6 ayda bir getsəm, bu həddə çatmazdım. Ona görə də özünüzü qoruyun, vaxtı-vaxtında müayinələrinizi eləyin. Hətta heç yeriniz ağrımırsa belə, bilirəm, bir çoxlarımız imkan baxımından gedə bilmirik. Heç kim keyfindən canını 2-ci plana, 3-cü plana atmır. Bir çox xanımlar, ümumiyyətcə Azərbaycan xanımları çox fədakardır. Yoldaşlarına qarşı, övladlarına qarşı, hətta yoldaşlarının ailələrinə qarşı, öz ailələrinə qarşı, yəni böyüklərinə qarşı hər kəs çox fədakardır. Həmişə də fəda eləyən tərəf xanımlarımız olur daha çox. Yəni düzdür, bəylərin də haqqına girməyək, amma daha çox budur da, yəni görülən hissə budur. Özünüzü atmayın 2-ci plana, onu deyim, çox peşman olacaqsınız sonra. Mənim kimi eləməyin. 3 il yarım nə deməkdir? 3 il yarım nə deməkdir həkimə getməmək üçün, yəni. Bu səbəbdən elə mən məsələn yatıram, tam dincələ bilmirəm. Tutalım ki, səhər dururam, özümü yorğun, bitkin hiss edirəm, halsız hiss edirəm. Halbuki halsız olacaq, bitkin olacaq, heç bir şey həyatımda yoxdur. Hər şey əlhəmdülillah ki, qaydasındadır, min şükür, çox şükür. Amma bu hamısı bədəndə gedən o proseslə bağlıdır. İnşallah həkimdir ki, bunlar hamısı gedəcək. Əsas odur ki, bu tərəfdəki, sol tərəfdəki şiş artıq kritik bir ölçüyə gəlib çıxıb. Ona görə o kritik ölçünü tez həll etmək lazımdır. Biraz da gecikəsəydim, lap gecikmiş olacaqdım bir çox şeyə. Ona görə də yaxşı ki, bugün getdim. Bir sözlə, yaxşı ki, bugün getdim. Belə. İnşallah Allahın izni ilə sabah qan testini verməyə gedirəm. 2 gün sonra isə endokrinoloqa yaxınlaşacağım.
bütün ilki cavabları götürüb endokrinoloqun yanına gedəcəm bir də. Ki o artıq mənə dəva dərmanı yazsın, mən də onları edim. İnşallah tez zamanda hər şey qaydasına düşsün. Sonda isə sizlərə bir ayət xatırlatmaq istəyirəm. Rad surəsində Allah Teala bizlərə nə deyir? Biz bəzən ətrafımızda insanları axtarırıq ki, bizə yaxın olan insan yoxdurmu? Bizim çevrəmiz hanı bəs? Bizim sıxıntılı anımızda, bizim problemli vaxtımızda bəs yaxınlarımız hanı? Bəs bizim əzizlərimiz hanı? Niyə biz təkik? Hər kəsdə o hisslər olur, düzdür? Hər hansısa bir sıxıntılı momentdə, yaxud xəstəlik baş verdikdə, yaxud maddi bir sıxıntı olduqda və yaxud elə mənəvi bir boşluğa insan düşəndə deyirsən ki, yaxınlarım olsun da yanımda. Xa biz insanıq, biz ruh daşıyırıq. Bizim buna ehtiyacımız var, sevdiklərimizin əhatəsində olmağa. Amma bir şey unutmayın əziz bacılar. Allah Teala Quran-ı Kərimdə bizə nə deyir? Rad surəsində deyir ki, mən sizə şah damarınızdan daha yaxınam. Şah damar buradadır. Şah damarınızdan daha yaxınam. Düşünün. Və bizim ruhumuz Allahın nəfəsidir. Allahın üfürüyündən biz yaranmışıq. Yəni düşünün, siz daşıdığınız ruhla belə, yəni ki, Allaha yaxınsınız əslində. Və Allahı anmaqla huzur tapacaqsınız. Allahı anmaqla heç kimə əslində ehtiyacınız olmadığını çox gözəl biləcəksiniz. Yəni elə ki görsəz ki, bir boşluğa düşdünüz, çevrənizdə, əhatənizdə hansısa bir sıxıntılı dönəmdə yanınızda əzizləriniz yoxdur, tək özünüzü hiss edirsiniz, tək qalmış kimi hiss edirsiniz və deyirsiniz ki, hanı axı mənim yaxınlarım, niyə mən tək qalmışam? Özünüz sual edirsiniz, bunu hamımız etmişik, heç kim inkar edə bilməz. Məndə də bu hallar olur, amma həmən Rad surəsi 16-nı xatırlayın və axtarmağa gərək yoxdur heç kimi, sadəcə Allahı anmaq, inanın ki, sizə yetəcək. Düşünün, nə zaman Quranı açıb vərəqləmisiniz ki, huzur tapasınız. Nə zaman oturub Allahı zikr etmişsiniz ki, huzur tapasınız. Huzur bax oradadır. Və yaxud nə zaman ən son məscidə getmişsiniz? Məsələn, orada oranın albu havası, məscidin albu havası bir başqadır. Məsciddə axı toplu dualar olur. Məscidin artıq necə deyim, ruhsal olaraq orada o qədər toplu dualar edilir ki, o qədər dualar toplu şəkildə ərşə qalxır ki, oranın albu havası bir başqa olur. Bir sual edin, nə zaman hansısa molla deyil, hansısa parka deyil də məscidə girmişsiniz və sadəcə sakitcə bir küncdə oturub Allahla söhbət etmişsiniz. Heç namaz qılmaq falan bunları demirəm. Sadəcə söhbət etməyə yaradanla. İnanın, o zaman qəlbiniz elə fərahlayacaq ki, inşallah mən sabah Allah izin versin, səhər gedim həkimə. Günorta inşallah ki, məscidə gedəcəm, siz də özümlə aparacağım. Allahın izni birlikdə dualarımızı edərik. Belə. Rad surəsinin 16-nı unutmayın əziz bacılar. Siz tək deyilsiniz. Rəbbim bizlərlədir. Nə müşkülünüz varsa inşallah tez zamanda həll olsun. İçimən qarışıq. Sizlərə möhkəm sağlıq, ömrünüzə bərəkət arzulayıram. Məni hal-hazırda izləyən bütün bacılarıma, bütün məni xoş niyyətlə izləyən hər kəsə, hətta pis niyyətlə belə izləyənlər varsa, onlara da arzulayıram. Çünki biz niyyətimiz qədərik, biz danışdığımız qədərik, biz başqalarına arzu etdiyimiz qədərik, biz ağzımızdan çıxdığı o xoş söz qədərik, yaxud da ki, pis söz qədərik. Ona görə danışarkən də, dua edərkən də, diləyərkən də bir şeyi çox ehtiyatlı olun. Rəbbinizlə qalın, Rəbbin kölgəsində qalaq inşallah. Allah əmanət olun. Allah izin versə növbəti gün, növbəti vlogda inşallah görüşərik. Hələlik.